Salam uşaqlar, bugünkü dərsimiz bilirdim ki, gələcəksən mövzusu üzərində işdir. Burada biz həyatda güvəndiyimiz insan varmı, nə üçün məhz o adama güvənirsiniz və sizə güvənən dostunuz varmı, onun güvənini doğrultmaq üçün nə etməlisiniz, bu kimi suallara cavab axtarırıq. Gəlin elə bu cavabları axtarmaq ümidi ilə bu mətnimizə izləyək diqqətlə və daha sonra verilən bu suallara cavab tapaq. Qarabağ uğrunda gedən ağır döyüşlərdən biri idi. Düşmən gülləyə, mərmiyə qənaət etmirdi. Aramsız güllə yağışı əskərlərimizə bir an belə başlarını səngərdən çıxarmağa imkan vermirdi. Abbasla Rəhim səngərdə diz üstə dayanıb bir-birinə qısıldılar. Başları üstündə torpağı yalayan düşmən güllələri vahiməli səslər çıxarırdı. Rəhim gülümsünüb dedi: "Abbas, yadındadır uşaqlıqda dava oynamağımız. Mən səni nişan alıb atanda qışqırırdım. Tuf, tuf, öldün. Sən də başını sağa sola çevirirdin. Vıy, vıy, dəymədi. Sən canım bir də vıy, vıy de. Görüm oxşada bilirsən. Sən də zarafata vaxt tapdın" deyə Abbas incik halda dilləndi. Xasiyyətləri müxtəlif olsa da onlar uşaqlıqdan dost idilər. Birinin məhəllə uşağı ilə davası düşəndə o biri həmin dəqiqə hardansa peyda olub ona qarmar çıxardı. Bir dəfə Rəhimin özündən 2 yaş böyük bir yekəpərlə sözü düz gəlməmişdi. Onlar dalaşan vaxt Abbas həmişəki kimi özünü ona yetirib dostuna kömək etmişdi. Sonra isə Rəhimə demişdi: "Sən nə edirsən? Görmürsən nə boydadır, adam tapmırsan dalaşmağa." O zaman Rəhim sakitcə cavab vermişdi: "Bilirdim ki, gələcəksən." Güllə yağışı səngimək bilmirdi. Ermənilər nəyin bahasına olursa olsun, kəndi ələ keçirmək istəyirdilər. Rəhim əlindəki qumbaranı sıxıb qeyzlə dedi: "Alçaqlar, deyəsən əl çəkməyəcəklər. Biraz yaxın gedə bilsəydim, qumbaranı başlarına çaxardım." "Otur oturduğun yerdə, bu sənin üçün dava oyunu deyil." Abbas dostuna təpindi. "Yox, daha səbrin çatmır." Bunu deyib Rəhim səngərdən sıçradı. 10-15 addım qaçıb əlindəki qumbaranı var gücü ilə düşmənə tərəf atdı. Elə həmin an üstünə yağan güllələrdən Rəhim yerə sərildi. "Rəhim!" Abbasın harayı atəş səslərini batırdı. O irəli atılmaq istəyəndə yanındakı gizir qolundan yapışdı. "Dəyməz. O güllələrdən heç kim sağ qurtara bilməz." Gizirin sözü ağzında qaldı. Abbas onun əlini itələyib səngərdən çıxdı. Düşmən güllələri qulağının dibində vıyıldayırdı. Amma o heç nəyə fikir vermirdi. Özünü Rəhimə çatdırdı. Onun başını qolları üstünə aldı. Rəhim nə isə demək istəyirdi. Abbas qulağını onun güclə tərpənən dodaqlarına yaxınlaşdırdı. Sonra dostunu bağrına bastı. Birdən atəş səsləri kəsildi. Üz-üzə dayanmış əskərlər heyrətdən donub qalmışdılar. Qeyri-ixtiyari barmaqlarını avtomatın tətiyindən çəkib bu mənzərəni seyr edirdilər. Abbas dostunu kürəyinə alıb səngərə doğru irəlilədi. Düşmən özünə gəlib yenidən atəş açmağa başlayanda o artıq səngərdə idi. Gizir hərəkətsiz qalmış Rəhimin üzünə baxdı. Başını bulayıb Abbasa dedi: "Sənə dedimmi ki, özünü boş yerə təhlükəyə atmağa dəyməz." Boş yerə deyildi. Onun son sözlərini eşitmək üçün ölümə getməyə dəyərdi. Mətnimiz 2-ci Qarabağ savaşı zamanı olmuş hadisə üzərindən götürülmüşdür. Mətn çox təsirlidir. Burada bizə söz və ifadələrin mənalarını müəyyən edib və cümlələrdə onların işlədilməsi ilə bağlı tapşırıq verilmişdir. Peyda olmaq, qarmar çıxmaq, qeyzlə təpinmək, səngimək. Bu sözləri biz qarşılığındakı sözlərlə
uyğunlaşdırmalı və düzgün şəkildə təqdim etməliyik. Yavaş-yavaş burada biz bu sözün mənasını görürük ki, o tamamilə fərqli bir variantındır. Bizdə peyda olunmaq birinci tapşırığa C variantı uyğun gəlir. Peyda olmaq, görünmək, meydana çıxmaq, daha sonra qəhrəman çıxmaq, çətin vəziyyətdə müdafiə etmək, qeyzlə, acıqla, hiddətlə zərf kimi çıxış etmişdir. Təpinmək, qarşılığı acıqlanmaq, danlamaq, üstünə qışqırmaq, səngimək isə yavaşımaq, azalmaq mənalarını əks etdirmişdir. Bu tip sözlər həmin sözlərin, mətndə sizə tanış olmayan sözlərin qarşılığıdır. Bunları diqqətdə saxlayaq həmişə. Növbəti slaydımızda söz və ifadələrin mənalarını müəyyən edin və cümlələrdə işlədin. Burada bizə peyda olmaq, qəhrəman çıxmaq, qeyzlə, təpinmək sözləri tapşırılmışdı. Bunları biz cümlələrdə işlədirik. Gözlənilmədən küçədə köhnə dostum peyda oldu. O dostuna qəhrəman çıxdı və haqsızlıqla mübarizə apardı. Səhvini başa düşəndə qeyzlənib otağı tərk etdi. Müəllim uşağa dərsini etmədiyi üçün təpindi. Yağış getdikcə səngidi və hava açıldı. Növbəti tapşırıqda avtomat hissələrinin adlarını müəyyən edin. Tətik, lülə, qundaq, daraq. Gəlin biz bunları avtomatın hissələrinə görə nömrələnmiş xanalara düzgün yığaq. Lülə bir rəqəmi ilə işarələnmiş hissədədir. Növbəti 2 darağa məxsusdur. 3-cü tətik, 4-cü isə qundaqdır. Biz filmlərdə və yaxud da döyüş səhnələrində görürük ki, avtomatın qundaq hissəsindən də müdafiə üçün istifadə olunur. Bu tapşırığımızda isə bu sözlərin izahını verin və lüğətdəki izahla müqayisə edin. Nümunə üçün bizə burada bir təqdim olunmuşdur ki, daraq odlu silahda patronların yerləşdiyi sandıq, qutu mənasını ifadə edir. Eyni zamanda daraq anonim sözdür. Növbəti dərslərimizdə biz anonimlərlə bağlı daha maraqlı dərslər təqdim edəcəyik. Burada lülə odlu silahların gülləyə istiqamət verən boru şəkilli hissəsidir. Birinci nömrələnmişdir. Daha sonra tətik odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən hissəsi. Daraq odlu silahda patronların yerləşdiyi sandıq, qutu. Qundaq isə tüfəngin ağac hissəsinə deyilir. Daha sonra isə sizinlə biz araşdırma bölməsində Azərbaycan Silahlı Qüvvələrindəki hərbi rütbələri kiçikdən böyüyə ardıcıllıqla düzün tapşırığı üzərində işləyəcəyik. Burada mayor, gizir, polkovnik, general, çavuş, kapitan kimi sözlər verilmişdi. Biz bunları Azərbaycan Silahlı Qüvvələrindəki hərbi rütbələri kiçikdən böyüyə düzərkən çavuş, gizir, kapitan, mayor, polkovnik və general rütbələri uyğun olduğunu müəyyən edirik. Sağ olun uşaqlar, növbəti dərs görüşənə qədər.